Salam, bugün sizə rayonda nənəmgildən bir gün adlı vlog hazırlayıram. Əslində yayın ən gözəl macəralarından biri də məncə nənəmizgildə keçirilən bir vaxtdır. Hətta 5 günlük, 6 günlük period olsa belə. Çünki illər keçdikcə sən o günləri o qədər fərqli duyğularla xatırlayırsan ki. Nəysə yol aldıq və gəlib çıxdıq babamgilə. Əslində bu mənim ilk rayon yolu sürmək təcrübəm idi və çox da fərqli, çox gözəl keçdi. Bakıdan Salyana düz 100 kilometrik məsafə idi və gələrkən mənim benzimin nə qədər yandırdığını hesabladıq. 100 kilometrə cəmi 7 manat yandırmış oldu və sərfəli olduğunu düşündük. Daha sonra qardaşımla dedik gedib bir qarpız alaq və fərqli bir şeylər olsun. Mən də arada olan kadrlardan maraqlı hissələr çəkmişəm sizə. Bu arada sual verirsiniz. Nənəmgil xeyr Salyana deyirlər. Sadəcə burada təsərrüfatlar olduğuna görə ev alıblar və cənub bölgəsində düşünürəm hava Bakıya nisbətən daha isti olduğuna görə axşama kimi su içə-içə durursan. Axşam vaxtı isə düşündük ki, neyniyək? Gəzintiyə çıxdıq və gələr-gəlməz bir çay dəmlədik. Belə vloqumuzu bəyəndinizsə məni takip etməyi unutmayın ki, daha belə vloqlar gəlsin.